Hər vaxtınız xeyir olsun xanımlar. Əslində mən vloqları tezdənlər çəkirəm axşama qədər. Amma indi bazarlıq elədiyimizə görə soyuducuya yerləşdirəcəklərim olacaq. Onun üçün vloqu da axşam vaxtı çəkirəm. Hüseyn və Yusif də mənə bu vloqda kömək olacaqlar. İndi ikisinə də çox sağ olunu bildirirəm. Salam dostlar, xanımlar. Biz bugün buradan aldığımız məhsulları sizə göstərəcəyik. 4 ədəd dəftər, 2 ədəd qələm, 2 ədəd termos. Doktor, bizim ən çox istifadə etdiyimiz Doktor Milli neydi? Doktor Milli Üzümlü, kəsmir. Bu da Doktor Milli çiyələri kəsmir. Bu kebablı ketçupdur. Kebabın üstündə çox qəşəngdir. Bu isə zeytunlu sosumuzdur. sarımsaqlı. Sarımsaqlı sosumuzdur. Bu isə xəncələ zada tökmək üçün çox qəşəng bir mayonezdir. Sonra 1 ədəd süt, 2 ədəd süt. Bu nədir Hüseyin? Dediyiniz labı çox seviyorum. Nə pendirdir Hüseyin? Labı. Uşaqlar qiymətlərini də deyim də. Kələmi neçə almışıq? Nə qədərdir kələmin qiyməti? Çayağının qiyməti 1 manat 19 qəpik. Ay sağ ol. Bibərin qiyməti nə qədərdir Yusif? Bibərin qiyməti 2 manat 99 qəpik. Yəni 3 manat. 1 manat 91 qəpik. 1 manat 90 qəpik. Sonra almalarımız da var. Çox xoşdur. Bunun qiyməti də 2 manat 46 qəpik. Endirmə düşmüşdü bu almalar. Bu da endirmə düşür. Qiyməti 61 qəpik idi. Endirmə düşdü. Soğanlı, qırmızı soğanlarımız. Sonra 61 qiyməti, yəni 61 qəpik. Sonra bir paket toyuğumuz. 2 paket toyuğumuz. Bir paket unumuz. Sonra makaron 96 qəpik. Çok qəpik abi. Benim en sevdiğim makaronlardan biri budur. İlk önce makaron, bir paket unumuz. Sonra bir paket makaronumuz. Bir paket makaronumuz. Kökümüz. Sunumlarımız 39 qəpikləri. Almalarımız isə 26 qəpik. Bu isə bizim vaflimiz. İçində qatılaşmış süddən hazırlanır. Bu Nesquik, bunu səhər yeməyinə yiyəcəyik. Bu çox qəşəng konfetdir, qiyməti 3 manat 30 qəpik. Bu isə qardaşım Yusif bunu məktəbə alıb məktəbdə yeməyə. Bu isə ən dadlı çiçəyimiz. Bu isə yeməklərin içinə qatmaq üçün bulyondur. Bunu da qardaşım məktəbə alıbdır. Bunu da mən almışam məktəbə aparıb. Bunu da mən almışam. Hərəmiz 2 dənə yemək alırıq məktəbə. Bu isə pudingimizdir. Bu isə qardaşımın sevdiyi konfetlərdəndir. Qiyməti 1 manat 6 qəpik. İndi uşaqlar neyini? Sağ olun, hələlik sonunda tutulan məbləğimiz. Sonda bizim Bravo'dan alışverişimizin tutan summası 61 manat 47 qəpik oldu. Yəni aldıqlarımızın hər biri buradadır. Elə bilirəm ki, izləyən hər birinizə faydalı olar. Əslində biraz alışveriş etdim. Bəzi hələ çatışmayanlar da var. Onları da inşallah aldıqca çəkərəm. Amma marketdə adamlar çox olduğu üçün sözün düzü utandım. Telefonu çıxarıb çəkə bilmədim. Sıxlıq idi. Amma yenə də əlimdən gələn qədər evə gələndə dedim uşaqlarla köməkli sizin üçün bir video çəkim. İnşallah ki izlədiyiniz zaman üzünüzdə bir təbəssüm olar. Hüseyin də, Yusif də sizin xoş sözlərinizi, xoş rəylərinizi
YouTube-da mən oxuyaraq eşidərlər, onlar da sevinərlər. Oldu xanımlar, hələlik, gecəniz xeyrə. Nə qədər səhər paylaşsam da, yenə də dediyim kimi vlogu axşam çəkdiyim üçün belə deyirəm. Sağ olun. Sağ olun dostlar, xanımlar, dostlar, sağ olun. İnşallah videolarımızı çoxlu izləyirsiniz. Sağ olun dostlar.